İndi bu əşyaları taxtanın üstünə belə yığmışam. Həyətdə özüm üçün bir qocalıq evi düzəltmişəm də. Aşxana kimi. Qazım, manqalım, hər şeyim var burada. Qocalığın yaşı olmur, sözüm onda deyil. Bunu gördüm, nə yadıma düşdü? Mən Sovet epoxasının bir çox gözəl xüsusiyyətlərini özündə saxlayan, yaşadan bir insanam. Sovet vaxtı brain ring var idi, yəni beyinlərin ringi. 7 sual 7 cavab var idi, KVN var idi. Uşaqların ictimai həyatı idi də o. Və padnosa belə əşyalar qoyurdular, müəyyən saniyədə göstərirdilər. Bu insan təfəkkürünün və təxəyyülünün inkişafı üçün çox böyük tövsiyədir, çox böyük köməklidir. Və biz uşaqlar Brain-ringdə 7 sual 7 cavabda iştirak edənlər 5 saniyə baxmaqla 1, 2, 3, 4, 5. İndi mən burada bunu təsadüfən gördüm. İndi yaddaşım qayıtdı 25 il keçmişə. Yəni kim daha çox əşya yadında saxladı, yazdı və sonradan həyatda istəyir həkim ol, müəllim ol, uqalovnik ol, harda işləyirsən işdə, daha sadalamayacağam. Bu predmetləri yadda saxlamaq insan təfəkkürü üçün, təxəyyülü üçün, formalaşması üçün çox böyük rol oynayırdı. Başa düşürsünüz? Qısa zaman müddətində nə qədər predmet yadda saxlaya bilərsən.